Bəzən insanın içində elə arzular olur ki, onu heç kim görmür, heç kim hiss etmir, amma sən hər gün o arzularla yaşayırsan. Mən Məmmədzadə Sevda, Fabedi şirkətinin təsdiqlənmiş direktoru və Bakı məntəqə rəhbəriyəm. Tələbə vaxtımdan içimdə bir arzu vardı. Mən öz şəxsi biznesimi qurmaq istirdim. Sonra həyat davam etdi, ailə qurdum, məktəbdə işləməyə başladım. 10 il məktəbdə işlədim, amma içimdə o istək heç vaxt sönmədi. Mən sadəcə maaş alan bir insan yox, öz qazancını özü yaradan qadın olmaq istəyirdim. Və bir gün qarşıma Fabedlik çıxdı. Mən bu yola 2 körpə uşaqla başladım. Həm məktəb, həm keçdiyim hazırlıqlar, həm ev, həm uşaqlar, qayğılarım çox idi. Amma içimdə heç sönməyən bir arzu yaşayırdı. Müəllimlik mənim üçün sadəcə bir peşə idi. Amma Fabedlik mənə özümü yenidən kəşf etməyi öyrətdi. Fabedlikdə olduğum illər ərzində müharibə oldu, pandemiya dövrü başladı. Biz müəyyən müddət sonra Bakıya köçdük. Ağcabədəki məntəqəmi bağladım və 3-cü dəfə yenidən ana oldum. Komandam yavaş-yavaş dağılmağa başladı. Yenidən sıfırdan başladım. Bəzən insan güclü görünür, amma daxilində səssiz savaşlar yaşayır. Mən də belə bir dönəmdən keçirdim. Həm də çox ağır bir dönəmdən keçinirdim. Düşünürdüm ki, bəlkə dayanım, bəlkə bu yol mənlik deyil. Ancaq mənim içimdə arzum, yanımda isə məni heç vaxt tək qoymayan gözəl rəhbərim vardı. Yadımdan heç vaxt çıxmaz, ən son, ən çətin anımda rəhbərim Təminə xanım Vyetnam səyahətindən qayıdırdı. O Bakıya gəldi, mənim içimdə olan narahatçılığı o hiss edirdi. Oturduq, söhbət etdik, məntəqəmdə gözəl bir gün keçirdik. O əlimdən tutub gözlərimin içinə baxıb mənə dedi ki, Sevda, sən güclüsən, sən bacaracaqsan, sən ki bütün çətinliklərin öhdəsindən gəlirsən, sən bütün bunların öhdəsindən də gələcəksən. O an sanki içimdə sönmək üzrə olan bir işıq yenidən yandı, yenidən alovlandı. Bugün geriyə baxanda anlayıram ki, bəzən insan həyatını dəyişmək üçün sadəcə bir cümlə yetər və o gün dediyi o gözəl sözlər ömrüm boyu yadımdan çıxmayacaq. Mən Fabedlik sayəsində bəs nələr qazandım? Gözəl insanlar qazandım, ən əsası gözəl dostluqlar qazandım. Komandamın sevgisini, sonra 21 gündən bir artan gəlir, əlavə məntəqədən qazandığım qazanc, 30 gündən bir məntəqə maaşı və şirkətin mənə verdiyi 1500 manat premiya. Yadda qalan möhtəşəm tədbirlər, səhər yeməkləri, hədiyyələr, ən əsası komandamın sevgisi. Bugün heç getmədiyim bölgələrdən mənim komandamda çalışan, məni evlərinə gəzməyə dəvət edən xanımlar varsa, demək ki, mən sadəcə biznes yox, həm də gözəl bir ailə qurmuşam. Hal-hazırda körpə uşaqlı olduğum üçün işləməsəm də, Fabedlik sayəsində ailəmin, uşaqlarımın ehtiyacını qarşılayıram. Mən hər zaman xanımlara deyirəm, güclü olmaq üçün kiminsə sənə inanmasını gözləmə. Əvvəl sən özün özünə inan. Əgər bir qadının arzusu varsa, o qadını heç nə dayandıra bilməz. Bugün mən sadəcə özüm üçün yox, komandamda xanımların uğuru üçün də çalışıram. Mən başladım və həyatım dəyişdi. Bəlkə həyatı dəyişəcək növbəti insan sənsən. Arzularından vazgeçmə. Çünki bir gün həmin arzular sənin gerçəyin olacaq. Bugün mən öz komandama bir rəhbər kimi yox, bu yoldan keçmiş bir qadın kimi səslənirəm. Heç vaxt arzularınızdan vazgeçməyin. Çünki bir qadın özünə inandığı anda güclənir. Sizin bugünkü kiçik addımlarınız sabahki böyük addımlarınız olacaq. Ona görə də ilk günkü kimi inandığınız yolda çalışın, ona doğru addımlayın, arzularınızı gerçəkləşdirməyə baxın. Həyat sizə bir dəfə verilir. Nə üçün arzularınızı ertələyəsiniz? Hər zaman irəli, hər zaman belə gözəl qalın. Sizləri sevirəm, yaxşı ki Fabedlik.